Bakı-Quba avtomobil yolunda zəncirvari qəza olub. Hadisə zamanı Kia, Opel və Çangan markalı avtomobillər toqquşub. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və özəl təcili tibbi yardım briqadası cəlb edilib. Hadisə nəticəsində Kia markalı avtomobilin sürücüsü Vüqar Qasımov və sərnişini Mehparə Nurəddin qızı Quliyeva yüngül dərəcəli xəsarətlər alıblar. Faktla bağlı araşdırma aparılır. Cəlilabadda motosiklet təcili tibbi yardım avtomobilinə çırpılıb. Təbibdən bildirilib ki, yanvarın 12-si saat 21:30 radələrində yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər Cəlilabad rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin edilib. 1998-ci il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1999-cu il təvəllüdlü şəxsin isə müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir məlumatda qeyd edilib.